Hamınız xeyir, dəyərli izləyicilər, dəyərli şagirdlər. Bu günlər mən sizinlə test izahları verəcəm burada. O testlər ki, müəyyən dövrlər ərzində buraxılış imtahanına düşmüş suallardır və onlar yığılmış formada, hazırlanmış formada test halına salınmış və indi burada məsələn test 16-nın izahını verəcəm sizə. Burada 25 sual var və vaxtım olduqca başardığım qədər test 31-ə qədər hər birində 25 sual olmaqla müəyyən günlər ərzində o testlərin izahlarını çəkib paylaşacağım. Bunu çəkməkdə məqsədim budur ki, buraxılışa gedən abituriyentlər, şagirdlər bundan yararlansın, dəyərləndirsin sualları və inşallah ki, qəbulda yüksək nəticə ilə dönüş eləsin. Bir dənə xahişim budur ki, paylaşaq, bəyənək və yaxın yoldaşlarımız, özümüz bu suallardan bəhrələnək. Qarşıdan gələn imtahanda, buraxılış imtahanında 11-ci siniflərimizə uğurlar arzu edirəm. İnşallah ki, hər biri yüksək nəticə ilə dönərlər. Başlayaq birinci sualımızdan. Birinci sualımız belədir. Bizə deyir ki, tərəfi 6 sm olan kvadratın sahəsini tapın. Ümumiyyətlə, kvadratın sahəsi bərabərdir, bilirik ki, S bərabərdir A kvadrat. Bunu çox uzatmayacağım. A bərabər məndə 6-dır. O zaman S bərabər olur 6-nın kvadratı. O da bərabər 36. Cavab D variantı. 36. İkinci sualımıza baxaq. İkinci sualımız belədir. Bizə deyir ki, kökləri x1, x2 olan, x1 və x2 olan x-in kvadratı çıxaq 5x üstə gələk 2 bərabər 0 kvadrat tənliyinin kökləri 1 bölək x1 və 1 bölək x2 kökləri olan kvadrat tənlik qur deyir. Burada bilirik ki, ümumiyyətlə qayda belədir. Ax kvadrat üstə gələk bx üstə gələk c bərabər 0 kvadrat tənliyində. Əgər bu kvadrat tənliyin kökləri x1 və x2 olarsa, bizdən kökləri 1 bölək x1 və 1 bölək x2 olan, kökləri bu olan kvadrat tənlik qurulmasını istəyərsə, o zaman burada A ilə C yerini dəyişir. A ilə C yerini dəyişir. Burada C x kvadrat üstə gələk bx üstə gələk A bərabər 0 şəklində düşür. İndi o cür yanaşsaq, bax bizim bu kvadrat tənliyimiz çıxaq 5x üstə gələk 2 bərabər 0 kvadrat tənliyimiz. Bunun əmsalı 1-dir. Kökləri 1 bölək x1 və 1 bölək x2 olan kvadrat tənlik qur deyirsə, 2 ilə 1 yerini dəyişir. 2x kvadrat çıxaq 5x üstə gələk 1 bərabər 0 şəklində düşür. Bu da hansı variantdır? Cavab B variantı. Aha. İkinci sualımız da belə getdi. Üçüncü sualımıza baxaq. Üçüncü sualımız sadə sualdır. Kosinus 6x bərabər 2 tangens pi bölək 8 1 çıxaq tangens kvadrat pi bölək 8 bu da bərabərdir. Bu tangens 2 alfanın düsturudur. Tangens 2 alfa. Alfa da burada pi bölək 8'dir. Bu da bərabərdir. Bu da bərabərdir. Tangens 2 ilə 8 ixtisar gedir. Pi bölək 4 qalır. O da 45 dərəcə eləyir. Tangens 45 dərəcədə 1'ə bərabərdir. Yəni, kosinus 6x bərabərdir 1. 6x bərabər. Kosinus 1'i harda alır? Kosinus 1'i alır. Belə deyək də. Vahid radiuslu çevrədə 0 dərəcə, 90 dərəcə, 180 dərəcə, bir də 270 dərəcə. Kosinus 0 dərəcədə 1 alır, 180 dərəcədə mənfi 1 alır, buralarda isə 0 qiymət alır. 90 ilə 270-də 0 qiymət alır. 0-a mən 0 dərəcədə 1 alır, bir də 2 pi dövrlərin üzərinə gəlsəm, yəni 360 dərəcə fırlanıb gəlsə, yenə də 0-ın üzərinə çıxır. Yəni, belə başa düşürük ki, 1 qiymətini harda alır? 2 pi-də. 2 pi k-da. Yəni 2 pi k-da. Dövrün də
yanına yazsaq 2 pi k da alır. K da daxildir z. Burada biz x'i tapsaq x bərabər 2 pi k bölünsün 6 olur. Burada 2 ilə 6 ixtisar gedir. 3-də pi k olmuş olur. K da daxildir z. Sadə bir sualdır. Pi k bölünsün 3, k da daxildir z. Cavab A variantı. Dördüncü sualımıza baxaq. Dördüncü sualımız belədir. Sinus 62 dərəcə sinus 32 dərəcə üstə gələk sinus 28 dərəcə sinus 58 dərəcə. Gəl bunu belə yazaq. Bunu mən belə yazaram. Sinus 62 dərəcə sinus 32 dərəcənin kosinusdan əvəz eləsək, kosinus burada 20 kosinus burada kosinus 58 dərəcə eləyəcək. Kosinus 58 dərəcə eləyir. Üstə gələk. Burada sinus 28 dərəcə, kosinus 62 dərəcə deməkdir. 62 dərəcə. Burada da sinus, yenə də sinus 58 dərəcəni saxlayıram. 58 dərəcə. Bu bərabərdir. Sinus alfa, kosinus beta, üstə gələ kosinus alfa, sinus beta. Bu sinus alfa plus betanın açılışıdır. Belə yazıram. Sinus 62 dərəcə, üstə gələk. Düz mü yazdıq burada? Sedega. Sinus, kosinus 32, sinus 62 dərəcə. Kosinus 58 dərəcə, kosinus 62 dərəcə, sinus 58 dərəcə. Düz yazdıq bunu. Kosinus 62 dərəcə düzdür. Bu da sinus 58 dərəcə. Burada nə var idi? Sinus 62 dərəcə, kosinus 58 dərəcə olsun. Sinus 58-i də toplayırıq. 58 dərəcə, o da bərabərdir sinus 120 dərəcə. 120 dərəcə, o da bərabər sinus 120 dərəcəni mən yazaram sinus 180 dərəcə çıxaq 120 dərəcə. O da üzr istəyirəm. 180 çıxaq 60 dərəcə. O da bərabərdir. İkinci rübə düşür. İkinci rübədə sinusun işarəsi müsbətdir. Sinus 60 dərəcə. O da bərabərdir. Kök altda 3 bölünsün 2 olmuş olur. Cavab E variantıdır. 2-də kök altda 3 olmuş olur. Dördüncü sualımız da belə getdi. Beşinci sualımıza baxaq. Beşinci sualımız belədir. 10 ilə 43 intervalında 6-ya bölünən ədədlərin cəmini tapın. Bax, bu intervalda 6-ya bölünən ədəd 12-dir, sonra 18-dir, sonra 24-dür, sonra nəhayət 42-dir. Bu intervalda 6-ya bölünən ədəd. Bunların hamısı 6-ya bölünür. Gəl burada sayı tapaq. M bərabərdir nəyə? M bərabərdir. Sondan əvvəl çıxılır. 42-dən çıxılır 12, bölünür. Neçə vahid artırsa, elə ki buradan bura 6 vahid, buradan bura 6 vahid, 6-ya bölünür, üzərinə 1 gəlinir. 42-dən 12 çıxsaq 30, 30-u 6-ya bölsək 5, 5-dən də 1, 6. Bir də deyirəm, 42-dən 12 çıxsaq 30, 30-u 6-ya bölsək 5, 5-dən də 1, 6. Demək, burada say 6 dənədir. Bizim bu ədədi silsilədir. Ədədi silsilənin ilk n həddinin cəmi düsturu var idi. S6 bərabərdir. S6 bərabərdir. Nə edirdik? Birinci ilə sonucunu toplayırıq. Elə ki, burada A1 budur. Belə deyək də. CDQ. Burada A1 bərabərdir 12-dir. A, N bərabərdir 42-dir. Burada N təbii ki 6-dır. A6 bərabərdir 12-dir. Sonra D bərabərdir. Silsilə fərqi bərabərdir 6-dır. Vəssalam, biz bunu hesablaya bilərik. Düsturumuz belədir. S6 bərabərdir. A1 üstə gələk. A, M bölək 2 vuraq N düsturu ilə hesablanırdı. O da bərabər. A1'imiz var 12. Üstə gələk. A-N'imiz var. Yəni A6'mız var 42. Bölürsən 2'yə vursan 6'ya. Bu da bərabər. 42 ilə 12 bu elədir 54. Yarısı 27. 27 vuraq 6. Düzümü hesabladıq. Bəzən hesablamada səhv edirik. Şagirdlərimiz bizə onu irad tutur. Sürətli hesablayırıq.
Yəni sürətli hesablamaq istəyirik, orada hesab səhv eləyirik. 12 ilə 42-nin cəmi 54, yarısı 27, 6-ya da vursaq 6 dəfə 20, 120, 6 dəfə 7 42. 120 ilə də 42 162 eləmiş olur. Cavab C variantıdır. 162. Aha. Davam eləyək. 6-cı sualımızdan davam eləyirik. Belə bir şəkil çəkilibdir. Çəkək şəkli. Aha, belə bir şəkil çəkək. Adlandıraq M, A, C, B bura, D də bura. Bizə nə deyir? AB BC-yə bərabərdir. AB BC-yə bərabərdir. Bunu bildik. CBD CBD. Bax, bu bucağı mənə veribdir. 110 dərəcə veribdir. Bunu da bildik. MAB-ni soruşur. Məndən MAB. Məndən bax, bu X bucağını soruşur. Tamam. Belə deyək. Belə deyək. Bura 110 dərəcədirsə, bax, bura 110 dərəcədirsə, bura neçə dərəcədir? 70 dərəcə. 70 dərəcədirsə, bu da bərabər yanlı olduğuna görə 180-dan çıxıram 70-i, bölürəm 2-yə, 110 eləyir. 110-u da 2-yə bölsək 55 dərəcə. Elə bir ki, burada 55 dərəcə olur, burada 55 dərəcə olur. Düzdür. MAB-ni məndən soruşduğu üçün X-lə də 55-in cəmi 180 dərəcə eləyir. Buradan X də bərabərdir. 180 çıxaq 55. O da bərabərdir 125 dərəcə olmuş olur. Cavab hansı variantdır? Cavab 125, cavab C variantı. 125 dərəcə. 7-ci sualımızla davam eləyək. 7-ci sualımız belədir. Diametrdən 2 dəfə kiçik olan vətər çevrədən neçə dərəcəli qövs ayırır? Gəlin bunu çəkək. Bir dənə şəkil çəkək. Bir dənə çevrə çəkək. Bir dənə diametr çəkək. Aha. Deyir ki, 2 dəfə kiçik olan vətər. Bir dənə vətər çəkirəm. Bax, belə bir vətər çəkirəm. Belə bir vətər çəkirəm. Aha, belə bir vətər çəkdik. Adlandıraq A, B, C. Diametr də budur. Bura R deyirəm. Burada R olur. Diametrdən 2 dəfə kiçik olan vətər. Yəni, diametr D bərabərdir 2R-ə. Bundan 2 dəfə kiçik. D bölək 2, o da bərabər 2R bölək 2 bərabərdir R olur. Yəni, mənim vətərim, BC vətərim diametrdən 2 dəfə kiçikdir. Yəni, o da R-ə bərabərdir. R-ə bərabərdir. Sonra mən bura ilə buranı birləşdirirəm. Burada radius olur təbii ki. R bu bərabər tərəfli üçbucaq oldu. Bura 60 dərəcə. Bura 60 dərəcə. Bu da 60 dərəcə olur. Bərabər tərəfli üçbucaq olduğu üçün. Deyir, neçə dərəcəli qövs ayırar? Çevrədən neçə dərəcəli qövs ayırar? BC qövsü nəyə bərabərdir? BC qövsü mərkəzi bucağa bərabərdir. O da 60 dərəcəyə bərabərdir. Hansı variantdır? Cavab B variantı 60 dərəcə. Yəni, BC qövsünü soruşurdu bizdən. O da mərkəzi bucağa bərabərdir. O da 60 dərəcəyə bərabərdir. 8-ciyə baxaq. 8-ci sualımız belədir. Burada C yerləşir. 4-ü alır. Bir də 10 alır. 4-10 aralığında yerləşir. Kök altında belə bir ifadə var. C çıxaq 13-ün kvadratı. Üstə gələk. Kök altda C çıxaq 2-nin mötərizə kvadratı. Bu bərabərdir. Bu bərabərdir nəyə? Burada kökün dərəcəsi ilə kök altı ifadənin qüvvəti eyni olanda kök gedir. Cüt dərəcə olanda modulda çıxır. C çıxaq 13 modul. Üstə gələk. Eyni zamanda bu birisi də elədir. C çıxaq 2 modulda. Bu bərabərdir. İndi modulun işarəsinə fikir verək. C harada yerləşir? C burada maksimum qiymət alır 10. 10 alsa 10-dan 13 çıxsam təbii ki mənfi eləyər. Demək ki mənim bu modulum mənfidir. Modul mənfi olanda modulun daxili yerləri dəyişik çıxır çölə. 13 çıxaq C olur. 13 çıxaq C. Üstə gələk.
Burada C-nin ən kiçik qiyməti 4-dür. 4-dən 2 çıxsam təbii ki, bu da müsbət olar. Yəni müsbətdir. Modulun daxilindəki ifadə müsbətsə, modulun daxili olduğu kimi çıxır çölə. Üstə gələk C çıxaq 2. Bu da bərabər. C-nin mənfisi ilə müsbəti 0 elədi. 13-dən də 2 çıxsaq 11 edir. Cavab burada D variantı 11 olur. 9-cu sualımıza baxaq. Bizə dəqiqə uşaqlar, dəyərli uşaqlar. 9-cu sualımız burada olmalıdır. Hə. 9-cu sualımıza baxaq. 9-cu sualımız belədir. Bizə dəqiqə bu niyə belə oldu? 9-cu sualımız belədir. Bizə deyir ki, 2-nin üstü 3y, üstə gələk 2, üstə gələk 8-in üstü y, bərabər 320. Tənliyini həlliliyin deyə bir sualdır. Mən bunu belə yazıram. 2-nin üstü 3y, vuraq 2-nin üstü 2 yazıram. Çünki üstlər toplanır. Üstə gələk. Bunu da 2-nin kubunun mən üstü y yazıram. Bərabərdir. 3-ün üstü 320. İndi burada 2-nin üstü 3y vurulsun 4 oldu. Üstə gələk. 2-nin üstü, bax bunlar bir-birinə vurulur. 3y bərabər 320. Bu bir vuraq deməkdir. Burada ortaq vuruq. 2-nin üstü 3y-dir. 2-nin üstü 3y çıxardıram mötərizə xaricinə. 4 qaldı. Burada da 1 qaldı. Bərabər 320. Burada 2-nin üstü 3y vuraq 5 bərabərdir 320. Burada mən hər tərəfi 5-ə bölürəm. 5-ə bölsək, burada 2-nin üstü 3y bərabərdir 64 eləyir. O da bərabərdir 2-nin üstü 6 deməkdir. Belə deyək də, əsaslar eynidirsə, qüvvətlər də eynidir, bərabərdir. Yəni 3y bərabər olur 6-ya, y-i də tapsam 6 bölünür 3-ə, o da 2 olmuş olur. Demək, y-in hansı qiyməti? Y-in 2 qiyməti. Tənliyi həll elədik. Y bərabərdir 2. Cavab C variantı 2. 10-cu sualımıza baxaq. 10-cu sualımız da sadə sualdır. X çıxaq C, X üstə gələk A bərabərdir C bölək B. X-i tapın deyə bir sualdır. X bərabər sual. Gəl bunu çarpaz vuraq. Çarpaz vursaq, elə bir ki, belə vurulur da. B-ni X-ə vursam BX, B-ni C-yə vursam çıxaq BC bərabər. C-ni X-ə vursam CX, üstə gələk, C-ni də A-ya vursaq CA olmuş olur. X-ləri bir tərəfə yığıram. Elə bir ki, bax, bu CX-i filanı gəlib keçirdirəm bu tərəfə, BC-ni də filanı gəlib keçirdirəm bu tərəfə. Burada olur belə. BX çıxaq CX bərabər CA üstə gələk BC. Aha. Burada X-i verdim mötərizə xaricinə, ortaq vuruqdur. Burada qaldı B çıxaq C bərabərdir CA üstə gələk BC. Mən X-i tapsam CA üstə gələk nə olur burada? Düz mü vurduq bunu? Düz vuraraq inşallah ki BX çıxaq BC, XA, AC, AC bunu bildik. Sonra nə elədik? Bunu bu tərəfə keçdik. Bu da müsbət oldu. Aha, CA üstə gələk BC. Burada da B çıxaq C oldu. Bu da bərabər. Burada ortaq vuruq nə var? Ortaq vuruq C var. C-ni çıxartdım qabağa. Burada oldu A üstə gələk B. A üstə gələk B. Sonra məxrəcdən oldu? B çıxaq C oldu. Vəssalam. B çıxaq C-də C vurulsun A plus B. Hansı variantdır? Cavab D variantı olmuş oldu. 11-ci sualımıza baxaq. Görək 11-ci sualımız nə deyir? Aha. B parametrinin hansı qiymətində B çıxaq 7 vuraq 2 bərabərdir 8 tənliyinin kökü 2 olar. Tənliyin kökü nə deməkdir? Bax, bu tənlikdə. Tənliyin kökü deyəndə dəyişən nəzərdə tutulur. Burada tənliyin kökü deyəndə x-i tapırıq da. X bərabər neçədir burada? X 2-dir. Yəni tənliyin kökü deyəndə orada dəyişən həmin o qiyməti alır. X 2 qiymətini alır. X burada dəyişəndir. Tənlik x-dan asılı olan bir tənlikdir və kökü də 2-dir. Yəni tənliyin kökü tənliyi sıfıra çevirir. Burada tənliyin kökü x bərabər 2-dir. Demək, harada x görürəm, yerinə 2 qoyuram.
B çıxaq 7 vuraq 2 bərabərdir 8-ə. Burada mən hər tərəfi 2-yə bölsəm, B çıxaq 7 bərabərdir. Bura 4 olur. Bura 1, bura 4 olur. Aha. B-ni də tapsam 4 ilə 7 toplanılır. 11 olmuş olur. Bizdən B-nin hansı qiymətini soruşurdu? O da 11 qiymətini tapdıq. B variantı. 12-ci sualımıza baxaq. 12-ci sualımız belədir. X kvadrat üstə gələk 4-ü deyir. Vuruqlarına ayırın. Təbii ki, bu kvadratdır. Digərdə müsbət ədəddir. Bu həqiqətlər çoxluğunda vuruqlarına ayrıla bilmir. Amma kompleks ədədlər çoxluğunda bu vuruqlarına ayrıla bilir. Mən bunu belə yaza bilərəm. X-in kvadratı çıxaq 4i kvadrat. Çünki i kvadrat bərabərdir mənfi 1-ə. Mən mənfi 4i kvadratını yazsam, mənfi 4-ü vururam mənfi 1-ə, yenə də müsbət 4 eləyir. Bunu mən bu cür yazsam, bu artıq vuruqlarına ayrıla bilir. Bir dəfə 2 çıxaq 2i, belə deyək də, bunu da tam açıq yazaq, bərabərdir. X-in kvadratı çıxaq 4i kvadrat 2i-nin kvadratı deməkdir. Bir dəfə x-dən 2i-ni çıxıram, bir dəfə də x-dən 2i-ni toplayıram və salam, vuruqlarına ayrıldı. O da hansı variantdır? Bircə dəqiqə E variantı. Cavab E variantı. Sonra 13-cü sualımıza baxaq. 13-cü sualımız nə deyir bizə? 13-cü sualımız. Aha. Sadə sualdır. 5b çıxaq a bərabərdir mənfi 5. B üstə gələk 2a bərabərdir 10 olarsa a-nı tapın. A bərabər sual. Gəl hər tərəfi burada 2-yə vuraq. Rahatçılıq olsun deyə 2-yə vurduq. 2-yə vursaq olacaq belə. 10b çıxaq 2a bərabər mənfi 10. Mənfi 10. Burada da b üstə gələk 2a bərabərdir müsbət 10. Bunları alt-alta toplasaq. Burada 11b olur. 11b. Bunlar sıfıra getdi. Mənfi 2 ilə müsbət 2a sıfıra getdi. Bərabərdir. Mənfi 10 ilə də 10'u toplayanda 0 eləyir. Demək buradan b-ni tapsaq, b də sıfıra bərabər olmuş olur. B sıfırdırsa mən a-nı tapa bilərəm. Yəni bax burada gətirib yerinə qoyaram. 0 üstə gələk 2a bərabərdir 10. 2a bərabərdir 10. A da bərabərdir 5 olmuş olur. A-nın hansı qiyməti? 5 qiyməti. Hansı variant? Cavab A variantı. 14-cü sualımıza baxaq. 14-cü sualımıza. 14-cü sualımız belədir. Sadə bərabərsizlikdir. 15 çıxaq 3x kiçikdir 57 üstə gələk 4x. Bizə deyik bərabərsizliyin mənfi tam həllərinin sayını tapın. Gələ bir bərabərsizliyi həll eləyək. Bax burada x-ləri bir tərəfə yığıram. Ədədlərdə bir tərəfə yığıram. Burada olacaq belə. 15 ədəd 57 sağa keçdiyinə görə mənfi 57 yazıram. Kiçik işarəsi 4x üstə gələk 3x olur. Buradan belə deyək də 57-dən 15-in çıxsaq mənfi 42 eləyir. Mənfi 42 böyükdür 7x. Buradan da 7x böyükdür mənfi 42 yazıram. Mən x-i tapsam mənfi 42-ni bölürəm 7-yə. X də böyük olur. Mənfi 6-dan. İndi bizə deyir ki, mənfi tam həllərin sayını tapın. Mənfi tam həllərin sayı. Mənfi tam həllər neçədir? Yəni mənfi 6-dan böyük x hansı qiymətlər ala bilər? Mənfi qiymət, mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1 və salam. Mənfi tam həllərin sayını soruşur. Burada 0 ola bilməz. Yəni 0 müsbət ədəddir. 2, 4, 5 dənə. Cavab neçədir? Cavab burada 5 dənədir. Mənfi tam həllərin sayı 5 dənədir. 15-ci sualımıza baxaq. Ədədi silsilədə A2 üstə gələk A3 üstə gələk A4 bərabərdir 30 olarsa 3-cü həddi tapın. Yəni A3 bərabər sual. Dəyərli izləyicilər, bax burada ədədi silsilənin bir dənə belə bir xassəsi var. AM bərabərdir AM minus K üstə gələk AM plus K bölək 2. Burada bu da nəyə bərabərdir? Bax, elə bir ki, təsəvvür elə ki, 2-də M minus K ilə M plus K-nı toplayanda burada A2N olur. A2N-i 2-yə böləndə AN olur da. Yəni, bunu belə beynimizdə kodlaşdıra bilərik. Sən belə başa düşürsən ki, məsəl üçün deyirəm. Bax, burada
elə bil ki, A3 bərabərdir, A3 bərabərdir. Ondan eyni uzaqlıqda yerləşən ədədlərin cəminin yarısına. Yəni A2 ilə A4-ün cəminin yarısına bərabərdir. İndeksləri toplayıb 2-yə böləndə bu ifadəni verməlidir. Yəni bu indeksi verməlidir. 2 ilə 4-ün cəmi 6, yarısı da 3 verir. Demək ki, bu doğrudur. Buradan mən A2 üstə gələk A4 yazsam, məxrəc bərabərliyə vurulur. Elə bil ki, 2 vurulur A3-ə olur, 2A3 olmuş olur. Bax, gətirib mən burada, o ifadənin qiymətini yerinə yazıram. A2 ilə A4-ün cəminə mən 2A3 deyirəm. Üstə gələk, bir dənə də A3 burada var. A3 bərabərdir 30. 3 dənə A3 bərabərdir 30. A3'ü tapsam mən, sağdakı 33'ə bölünür, o da 10 eləmiş olur. Cavab 10. Məndən A3'ü soruşurdu, o da 10 tapdıq. Aha. 16-cı sualımız ehtimal sualıdır. Baxaq buna. Bizə deyir ki, rəqəmlərindən düzəldilmiş 5 dənə rəqəm verib, ardıcıl rəqəmlər düzəldilmiş rəqəmləri təkrarlanmayan, şərt verib ki, rəqəmlər təkrar olunmasın. 5 rəqəmli ədədlərdən təsadüfən seçilən bir ədədin sonunun 12 olması hadisəsinin ehtimalını tapın. Bax uşaqlar, burada nəyə diqqət eləyək? Gəl belə deyək də, 5 rəqəmli ədəd düzəltmək istəyirəm. Bir dəqiqə. Mənim rəqəmlərimdə bunlardır. Baxın, 1, 2, 3, 4, 5. Ehtimal nədir? Ehtimal bərabərdir. Əlverişli hallar bölünsün mümkün hallar. Aha. İndi gəl görək burada mümkün hal nə qədərdir? Mümkün hal burada rəqəmlər təkrar olmasını istəmirsə, birinci bax xanaya, birinci yerə. 1, 2, 3, 4, 5. Bunlar elə bir ki, rəqəmlərdir. Birinci duran rəqəmin yerinə mən bu 5 rəqəmdən 5'ini də yaza bilərəm. Burada 5 hal var. 1'in yazsaq artıq 4'ü qalmış olur. 4'ün yazsaq 3'ü, 3'ün yazsaq 2'si, 2'ni yazsaq 1'i qalmış olur. Və bunların hasilini götürürük. Hasilin. O da bərabər 5 faktorial eləyir. Mümkün hal. Elə bir ki, 120 eləmiş oldu. Bu bərabərdir 120 mənim məxrəcimdə. İndi burada bir dənə məsələ var. Burada nə deyir bizə? Bax, tutaq ki, yenə rəqəmi təzədən yazıram. 1, 2, 3, 4, 5. Düz yazdıq, bəli. İndi tutaq ki, mənə deyir ki, ədədin sonunda 12 olsun. Ədədin sonunda 12 olması hadisəsini soruşur da. Bax, 12 deyirsə, mənim 5 rəqəmimdən, bax bu 5 rəqəmimdən 1 burada yazılır, 2 burada yazılır. Mənim 2 dənə xanam tutuldu. Mənim 3 dənə xanam qalıbdı və orada mənim artıq 1 ilə 2'm istifadə olunubdur. 1 ilə 2'm istifadə olunubsa, burada belə deyək də 3 rəqəm qalıbdı. 3 rəqəm. Birinci yerə 3 dənə ədəd yaza bilərəm. Say olaraq. Bax, gəl belə deyək. Bunu aşağıdan yazaq. Bax, bura 12 yazdıq. Artıq bunlar istifadə olundu. Bunlardan artıq istifadə eləyə bilmirəm mən. Aha. İndi burada 3 dənə xana var. 3 dənə xana var. 3 dənə də rəqəmim var. Birinci yerə 3 rəqəmin 3'ünü də yaza bilərəm. 3'ün üstdən 1'in yazımsa artıq 2 rəqəmim qaldı. İkinci yerə 2 rəqəm yaza bilərəm. 2 rəqəmdə yazımsa artıq 3-cü yerə bir dəqiqə bu hara getdi? Hə. Artıq 3-cü yerə də 1 rəqəm yaza bilərəm. Burada görək mümkün hal nə qədərdir? Bunların hasili götürülür. 3 vuraq 2 vuraq 1 bərabərdir 6. Demək, mənim əlverişli halım burada nə qədər oldu? 6 dənə oldu. 6, bunu da ixtisar eləsək, qalır 1 bölək 20. 1 bölək 20. Cavab burada, cavab 1 bölək 20'dir. Davam eləyək. 17-ci sualımızla davam eləyək. 17-ci sualımız belədir. 2 loqaritma C əsasdan A üstə gələk 5 vuraq loqaritma C əsasdan A üstü -1 loqaritmanın üstü -1 çıxılsın 2 loqaritma kvadrat C əsasdan A. Aha, məxrəcdə də var.
loqaritma C əsasdan A üstü mənfi 1. Bu bərabərdir. Buradan yazaq bunu. Dəyərli izləyicilər, mən bunu ayrı-ayrı məxrəslərdə belə deyək də sürəti parçalayıram. 2 loqaritma C əsasdan A bölək. Bunu da belə yazıram. 1 bölünsün loqaritma C əsasdan A yazıram. Belə yazsaq biraz aydın olmayacaq ki, belə yazaq. Loqaritma C əsasdan A üstü mənfi 1. Aha. Üstə gələk. 5 loqaritma C əsasdan A-nın üstü mənfi 1 bölünsün loqaritma C əsasdan A-nın üstü mənfi 1. Çıxaq 2 loqaritma kvadrat C əsasdan A bərabərdir. Aha. İndi mən bunu belə yazıram. 2 loqaritma C əsasdan A. Bunu da 1 bölünsün üstə mənfi 1 olduğuna görə 1 bölünsün loqaritma C əsasdan A yazıram. Aha. Üstə gələk. Burada bunlar ixtisar getdi. Üstə gələk 5. Üstə gələk 5. Çıxaq 2 loqaritma C əsasdan A-nın kvadratı. Bu bərabərdir. Burada 2 loqaritma C əsasdan A vurulur. 1 bölünsün olduğuna görə tərsinə çevrilib vurulur. Loqaritma C əsasdan A-ya vurulur. Üstə gələk 5. Çıxaq 2 loqaritma C əsasdan A-nın kvadratı. O da bərabər. Bu 2 loqaritma C əsasdan A-nı C əsasdan A-ya vuranda onun kvadratı eləmiş olur. Çıxaq 2 loqaritma digərin yanına yazıram. C əsasdan A-nın kvadratı. Üstə gələk 5 bərabər. Eyni ədəddən eyni ədədi çıxanda 0 elədi. Burada bir dənə 5 qaldı. Cavab burada 5'dir. Sonra 18-ci sualımıza baxaq. 18-ci sualımız maraqlı sualdır. M-in hansı qiymətində çoxasının vuruqlarından biri B plus 4 olar? Gəl baxaq. B-nin kvadratı çıxaq. M çıxaq 3 vuraq B çıxaq 8. Çoxasının vuruqlarından biri M üstə gələk 4 olarsa M-i tapın da B üstə gələk 4 olarsa. Bir dəqiqə üzrü sayın. B üstə gələk 4 olarsa M-i tapın. Dəyərli izləyicilər, gəlin belə deyək. Bax, bunu qoyuram qırağa. Sizə bir misal göstərmək istəyirəm. Tutaq ki, 2 çıxaq 3, 2 çıxaq 2 çoxadısı vuruqlarına ayrılıbdır. Düzdür? Gəl bunu aydın yazaq. Nə demək istəyirəm? X-in kvadratı çıxaq 5x üstə gələk 6 bərabərdir. Bunun vuruqları 2 çıxaq 2, 2 çıxaq 3'dür. Düzdür? İndi bax, vuruqlarından biri tutaq ki, vuruq yazıram. Vuruq x minus 2'dir. Bunu sıfıra çevirən qiyməti gətirib yerinə yazanda mənim 3 əddim sıfıra çevrilir. Yəni, nəyi demək istəyirəm? Bax, vuruqu sıfıra çevirən qiyməti yerinə yazsam, x minus 2'nin sıfıra çevirən qiyməti hansıdır? X bərabər 2 sağa keçir 2 olur. Demək, x-siz vuruğu sıfıra çevirən qiymət burada x minus 2'dir. Və yaxud da x minus 3'dür. X də bərabər, x minus 3 sıfıra bərabər, x bərabər 3. Yəni, x minus 3 vuruğun sıfıra çevirən qiymət x-in 3 qiymətidir. Bax, gətirib bu vuruqları yerinə yazanda x-in kvadratı çıxaq 5x üstə gələk 6 bərabərdir. X minus 2, x minus 3 düzdür. Gətirib burada x-in qiymətini 2 yerinə yazsaq, bu belə olur. 2 çıxaq 2, 2 çıxaq 3 olsun lab bərabər. Bu 0 elədir. 0 nəyə vursaq 0 eləyir. Demək, belə başa düşürəm ki, kvadrat 3 ədlidə vuruq deyirsə və yaxud da ümumiyyətlə çox ədlidə vuruq deyirsə, vuruqu sıfıra çevirən qiyməti tapıb gətirib yerinə qoyanda, o dəyişənin qiymətini yerinə qoyanda həmin o ifadə sıfıra çevrilir. Yəni, belə başa düşürük ki, bunu silirəm indi. Bir dəqiqə. İndi buradan belə başa düşürəm ki, vuruq əgər B plus 4-dürsə, B plus 4'ü sıfıra çevirən qiyməti tapıram. B bərabər mənfi 4. Gətirib B-nin qiymətini yerinə yazanda bu ifadə sıfıra çevrilməlidir. Yəni, mənfi 4'ün kvadratı çıxaq M çıxaq 3 vuraq mənfi 4. B-nin qiymətini yerinə yazanda bax, bu ifadə sıfıra çevrilməlidir.
Artıq burada olur 16. Mənfini mənfiyə vursaq müsbət olur. Üstə gələk 4m çıxaq 12 çıxaq 8 bərabər 0. Burada oldu 4m. Mənfi 2 mənfi 12 8 mənfi 20 müsbət 4 ilə müsbət 16 ilə toplasaq mənfi 4 eləyir bərabərdir 0. Buradan 4m bərabərdir 4. M-i tapsaq 4 bölək 4 o da 1 olmuş olur. Demək ki m-in hansı qiymətində? M-in 1 qiymətində. Belə başa düşün ki vuruq deyirsə vuruğu sıfıra çevirən qiyməti tapırsan, gətirib ifadədə həmin o məsələn, dəyişənin qiymətini yerinə yazanda ifadə bütövlükdə sıfıra çevrilir. Yəni, qayda budur. 19-cu sualımıza baxaq. 19-cu sualımız nə deyir bizə? Asan sualdır, çətin deyil. Bir dənə düzbucaqlı çəkək. Aha, düzbucaqlı çəkdik. Deyir, diagonalını da çəkək bunun. Aha, diagonalını da çəkdik. A, B, C, D. Diagonalı 10. Diagonalı 10. Bir tərəfi 6. Bu tərəf 6 olsun. Bu düzbucaqlıdır. Digər tərəfdə x olsun. Pifagor ədədləri var idi. Düzbucaqlı üstüdan katetləri x, 6, hipotenuz 10 olanda x burada bərabər olurdu 8-ə. Yəni 8, 6 olanda hipotenuz 10 olurdu. Belə başa düşdüm ki, x bərabər burada 8-ə. X 8-dirsə perimetri soruşur məndən. P bərabərdir. Tərəfi toplayıb 2-yə vursan. 2 vuraq, tərəflərin cəmi. Bir tərəfi 6-dır, bir tərəfi 8-dir. Bərabərdir. 2 vuraq 14. O da 28 eləmiş olur. Cavab 28. Bunu da bildik. Sonra növbəti dəqiqə. Sonuncu suallarımız qalıb. 20-ci sualımıza baxaq. 20-ci sualımız belədir. Deyir, müstəvidən 9 cm məsafədə olan nöqtədən müstəviyə 15 cm uzunluğunda mail çəkilmişdir. Mailin proyeksiyasının uzunluğunu tapın. Bax, bir dənə müstəvi çəkirəm. Bir dənə müstəvi. Belə deyək də. Belə bir müstəvi olsun. Aha. Müstəvidən 9 cm məsafədə olan nöqtədən, bax bir nöqtə götürürəm A nöqtəsi. Müstəvidən 9 cm məsafədə olsun da, yəni elə bir ki, burada B nöqtəsi deyirəm. A nöqtəsinə B nöqtəsinə qədər məsafə 9 cm-dir. Məsafədə olan nöqtədən müstəviyə 15 cm uzunluğunda mail çəkilmişdir. Bir dənə mail çəkirəm, bax bir dənə də mail çəkirəm. Burada C nöqtəsi deyirəm. Mail çəkirəm. Mailin də uzunluğu 15-dir. Və bu oturacaqla birləşdirirəm. Yəni, hündürlüyün oturacağı ilə birləşdirirəm mailin oturacağını. Bu olur proyeksiya. Proyeksiya bax bu hissədir. Dəyərli izləyicilər, proyeksiya bu hissədir. Burada bir düzbucaqlı üstbucaq yaranıb. Elə bir ki, düzbucaqlı üstbucaq belədir də. Hipotenuz 15, katet 9-dursa, digər katetdə 12 olur da. Yəni, Pifagor ədədləri 12, 9, hipotenuz 5 olur. Demək, burada söhbət nədən gedirdi? Proyeksiyadan gedirdi. Proyeksiya CB bərabər x idi. O da bərabər neçə oldu? 12 olmuş oldu. Cavab 12-dir. 21-ci sualımıza baxaq. Bir dənə kub çəkək. Ümumiyyətlə, gəl kub çəkək. Bir dəqiqə. Bir dəqiqə. Nəysə də belə bir kub çəkək. Bir dəqiqə. Belə bir kub çəkdik. Kubun tərəfinə, kubun bildiyi ki, bütün tilləri bərabərdir. Eni, uzunu, hündürlüyü bərabərdir. Kubun həcmi nədir? En vuraq, uzun vuraq, hündürlük.
V bərabərdə A vuraq, A vuraq, A. Hamısı bir-birinə bərabər olduğuna görə A-nın kubu olur. Digər tərəfdən kubun 6 dənə üzü var, hər biri kvadratdır. Hər biri kvadrat olduğuna görə tam səthinin sahəsi S tam yazıram. 6A kvadratına bərabərdir. Yəni, kubun həcmi A kubudur. Tam səthin sahəsi 6A kvadratdır. Çünki burada 6 dənə kvadrat var, 6 dənə üzü var. Hər biri kvadrat olduğuna görə bir kvadratın sahəsi A kvadrat olduğuna görə 6 dənə də sahə olduğuna görə 6A kvadrat olur. İndi həcmi 125 olan, yəni A kubu bərabərdir 125-ə. Buradan A bərabər olur nəyə? 5-ə. Bildim ki, tərəfi 5-dir. Məndən tam səthin sahəsini soruşur. S tam bərabər 6A kvadrat. 6 vuraq 5-in kvadratı. O da bərabər 6 vuraq 25. O da 150 eləmiş olur. Cavab 150-dir. Üzr istəyirəm. Bu 21-ci sual idi. 22-ci sualımıza baxaq. 22-ci sualımız belədir. Silindir çəkək bir dənə silindir. Dəyərli izləyicilər, silindirimiz belədir. Aha, bir dənə də belə çəkək. Aha, silindir çəkdik. İndi bizə nə deyir? Bizə deyir ki, ox kəsiyi, bax, ox kəsiyi budur, dəyərli izləyicilər. Ox kəsiyi budur. Silindirin ox kəsiyi ilə söhbət gedirsə, ox kəsiyi budur, düzbucaqlıdır. Aha, hündürlüyü H bərabərdir. Hündürlüyü H bərabərdir 4 cm. 4 cm. Adlandıraq A, B, C, D. Burada O deyirəm. Burada O1 olur. Hə, hündürlüyü burada CD-dir. CD H-dır. O da bərabər 4 cm. Bunu bildik. Oturacaq müstəvisi ilə diagonal, ox kəsiyinin diagonalı. Yəni, bax, bu diagonal. Aha. Ox kəsiyinin diagonalı oturacaq müstəvisi ilə 30 dərəcəli bucaq əmələ gətirir. Buradakı bucaq 30 dərəcədir. Tamam, bunu bildik. Bizə deyir ki, silindirin yan səthinin sahəsini tap. S yan bərabərdir. S yan bərabərdir 2 pi r H düsturu ilə hesablanır. İndi mən burada radiusu tapmalıyam. Hündürlüyüm var. Mənim misalım həll olur. Bura 30 dərəcədirsə, dəyərli izləyicilər, bura 60 dərəcədir. Düzbucaqlı üçbucaqdır da burada. ADC üçbucağına fikir verin. ADC. Bax, ADC. Düzbucaqlı üçbucaqdır. Bura 30 dərəcədirsə, burada 60 dərəcədir. Aha, 30 dərəcəli bucaq qarşısındakı katet H 4 cm-dirsə, 60-ın qarşısındakı AD bərabərdir digər katetin kök altda 3 mislinə. 4 kök altda 3 olur. Bəs AD də R buradır, R buradır. 2 R-ə bərabərdir. 2 R bərabərdir 4 kök altda 3. R bərabərdir. Hər tərəfi 2-yə bölürəm. 2 kök altda 3 cm olmuş olur. Aha, yeri tapdım. H-ım var. Yan səthinin sahəsini tapa bilərəm. S yan bərabərdir 2 pi vurulur. R məndə 2 kök altda 3-dür. H-da 4-dür. Vuraq 4 bərabər. 2-ni 2-yə vursaq 4, 4-ü də 4-ə vursaq 16, kök altda 3 pi olmuş olur. Cavab burada 16 kök altda 3 pi olmuş olur. Mənim yan səthimin sahəsi. Aha, bunu da bildik. 23-ə baxaq. 23-cü sualımız belədir. Bu şəkli çəkək. Bu şəkil çəkək bir dənə. Bunu çəkdik. Sonra aha, şəkili çəkdik. Tamam. Adlandıraq. Bura E-dir. E-dir. Bura A-dır. Bura B-dir. Bura C-dir. Burada D-dir. Aha.
Bizə deyir ki, ABC CBD-yə bərabərdir. O da 90 dərəcədir. ABC hansıdır? Budur. Bu 90-dır. Bir də BCD. BCD də budur. Bu da 90 dərəcədir. Bunu da bildik. DC 15-dir. Bura 15-dir. Bura 15 santimetrdir. BC 12-dir. Bura 12-dir. Bunu da bildik. Sonra mənə nə veribdir? AC 13-dür. AC. Bax, AC məndə 13-dür. AC bərabərdir 13. Aha. AC 13-dürsə, bax bu AC, bu şəkil çəkirəm, bax bu AC, bax bu AC. 13-dürsə bura 13. Katet 12-dirsə, AB kateti, AB 5 olmuş olur. Bura 5 santimetr oldu. Yazaq elə, bura 5 oldu. Aha. Bəs indi AC 13-dürsə, mən bura x deyirəmsə, burada olur 13 çıxaq x olmuş olur. Gəlin oxşarlıqdan istifadə eləyək. Bu misalı həll eləyək. Məndən nəyi soruşur ümumiyyətlə? C-yə parçasını soruşur. Gəl belə deyək. Bura x deyirəm. Bax, bura x deyirəm. C-yə x deyirəm. O zaman A-yı olur 13 çıxaq x olmuş olur. Hə. Gəl misalı həll eləyək. Burada oxşarlığa gəlin fikir verək. Bax. Burada alfa budursa, alfa budur. Bu bucaq bettadırsa, çarpazlığa görə bu bucaq da bettadır. Çarpazlığa görə bu bucaq qammadırsa, çarpazlığa görə bu bucaq da qamma bucağı olmuş olur. İndi hansı, belə deyək də, məndən nəyi soruşur? Ümumiyyətlə x-i soruşur. X burada hansı üst bucaqda? Gəl oxşarlığı yazaq. Alfa yazıram, beta yazıram, qamma yazıram. Oxşarda alfa, beta, qamma. Böyük üç bucaqla başlayıram. Bax, bu üç bucaqla. Bu üç bucaqla başlayıram. Bu üç bucaqla başlasaq, burada alfanı əvəz eləyən hərf üç bucaqda. Üç bucaqda alfanı əvəz eləyən E-dir. Betanı əvəz eləyən D-dir. Qammanı əvəz eləyən C-dir. Oxşardır. Bu biri üç bucaqda alfanı əvəz eləyən E-dir yenə. Betanı əvəz eləyən bunu belə yazsaq düz gəlməyəcəkdir. Elə alfa, beta, qamma şəklində belə saxlayaq. İndi bax burada böyük üç bucaq var da burada o işarələdiyim. Alfanın betanın qarşısındakı tərəf x-dir. Bu biri bu biri üç bucağa fikir verək. Bax bu biri üç bucağa. Aha. Bu biri üç bucaqda isə betanın qarşısındakı tərəf 13 çıxaq x-dir. Bu bərabərdir. Burada böyük üç bucaqda alfanın qarşısındakı tərəf 15-dir. Kiçik üç bucaqda alfanın qarşısındakı tərəf 5-dir. Bəli, buradan artıq biz x-i tapa bilərik. İxtisar elədik. Burada nə qaldı? Burada yuxarıda qaldı 3. Aşağıda qaldı 1. Çarpaz vursaq, 1-i x-a vursaq, x bərabərdir. Elə bir ki, belə çarpaz vurduqda. 3-ü 13-ə vursaq, 39 çıxaq 3x. 3x-i sola keçidirəm. X üstə gələk 3x bərabər 39. 4x bərabərdir 39. X bərabərdir 39-u bölürük 4-ə. 39-u 4-ə bölsək, 9 dəfə düşür. 4 dəfə 9-um 36. Düzdür. Burada qaldı 3. 3 bölünmədi. Bura bir 0 gətirib vergül atdıq. 34-ə 7 dəfə 28. Burada qaldı 2. 0 gətirib 5 dəfə. 9 tam %75 olmuş oldu. Məndən C-ni soruşurdu. C-ni. C-y də x-dir. C-y bərabərdir x. O da bərabər 9 tam %75. Cavab 9 tam %75 oldu. 24-cü sualımıza baxaq. 24-cü sualımız belədir. Bizə deyir ki, m parametrin hansı ən kiçik tam qiymətində funksiyanın təpə nöqtəsi 3-cü rübdə yerləşir. Y bərabərdir. X-in kvadratı üstə gələk m çıxaq 6 vuraq x üstə gələk 16. Bu kvadrat üçədlidir. Mən bilirəm ki, kvadrat üçədlinin burada təbii ki, a bərabər 1 böyükdür 0.
Üçüncü rübdə yerləşirsə təpə nöqtəsi. Deyir təpə nöqtə üçüncü rübdə yerləşir. Üçüncü rüb budur da təbii ki. Burada yerləşən təpə nöqtə və kvadrat üçədinin də qolları yuxarı, kvadrat bunun grafikinin qolları ümumiyyətlə yuxarıdır. Parabolanın qolları yuxarıdır. Çünki burada A-mız müsbətdir. Üçüncü rübdə görün nə var? Burada bunun təpə nöqtəsi nədir? M-dir. Burada nədir? N-dir. Burada M də mənfidir. M də mənfidir. N də mənfidir. Gəl biz bunu araşdıraq. Bəs M nə idi? M bərabər idi. Mənfi B bölək 2A üstündən hesablanırdı. N də bərabər idi. 4AC çıxaq B kvadrat bölünsün 4A düsturu ilə hesablanırdı. İndi bax bunu yazıram. Qırağa gətirək bunu çıxardaq. Kopyalayaq. Hə. İndi bunu gətirib yapışdırıram bura. İndi gəl burada biz nəyə fikir verək? M-ə fikir verək. M nədir? M-in yerində bax B-nin yerində bu durur. A-nın da yerində 1 durur. Mənfi B, mənfi M çıxaq 6 bölək 2A, 2 vuraq 1, 2 0 olmalıdır. Bir də 4AC, 4 vuraq 1 vuraq 16, çıxaq B kvadrat, yəni M çıxaq 6-nın mötərizə kvadratı bölək 4 vuraq 1, 2 0 olmalıdır. Bu ikisini həll eləmək lazımdır. Və bunları həll eləyək. Burada hər tərəfi mənfi 1-ə vursaq, 2-də M çıxaq 6 böyükdür 0 olur. Burada məxrəc müsbətdirsə, sürət də müsbətdir. M çıxaq 6 böyükdür 0 olur. M böyük olur 6-dan. Elə bir ki, burada M 6-dan böyükdür. Gəlin də bu misalı həll eləyək. Burada 4 var. Burada 4 dəfə 16 64 çıxaq. Bunu vuruq açıram. Mötərizəni M kvadrat çıxaq üstə gələk olacaqdır 12M 12M 36 müsbət çıxaq 36 kiçikdir 0 olacaqdır. İndi burada bir də yazıram 4-də mənfi M-in kvadratı üstə gələk 12M 64-dən də 36-sını çıxsaq 28 eləyir. Üstə gələk 28 kiçikdir 0. Hər tərəfi mənfi 1-ə vursam olur belə 4-də M kvadrat çıxaq 12M çıxaq 28 böyükdür 0 olur. İndi mənim kəsirimin məxrəci müsbətdir, kəsirim də müsbətdir. Demək kəsirin sürəti də müsbət olmalıdır. Yəni M kvadrat çıxaq 12M çıxaq 28 böyükdür 0 olmalıdır. Bunun vuruqları belədir. Bunu necə yazarıq? M çıxaq 14 M üstə gələk 2 şəklində yaza bilərəm. Çünki 14-ü 2-yə vursaq, mənfi 28 toplasaq, mənfi 12. Bunun sıfırını tapıram. M bərabər 14, M bərabər mənfi 2. Hələ 9 üzərinə kiçikdən böyüyə düzürəm. Mənfi 2, 14. Aralıqlara bölürük. Əmsallar hasili müsbət olduğuna görə müsbət, mənfi, müsbət başlayır. Məndən böyük sıfırları istəyir. Mənfi sonsuzluq, mənfi 2, birləşmə, 14, müsbət sonsuzluq. Bir də. Burada bunu kəsişdirirəm. Nə ilə? Bu nə deməkdir? 6 müsbət sonsuzluq. 6 müsbət sonsuzluq. 6 müsbət sonsuzluqla bunu kəsişdirirəm. Bu bərabərdir. Bunu kəsişdirsək. Gəlin bunu lap belə tam başa düşək deyə kəsişdirməni yazaq. Ədədlər kiçikdən böyüyə düzülür. Mənfi 2, sonra 6, sonra 14. Yazdıq bunları. Ədədim mənfi sonsuzluqdan mənfi 2-yədir. Sonra 14-dən müsbət sonsuzluğadır. Bu belə. Bir də 6 müsbət sonsuzluq var. Bunu da başqa rəngdən edirəm. 6 müsbət sonsuzluq. Burada söhbət kəsişmədən gedirsə, belə ki, bu ifadə ilə mən bu ifadəni kəsişdirirəm. Kəsişmə burada nəyə əhatə edir? 14 müsbət sonsuzluğu əhatə eləyir. İndi burada deyir ki, M-in hansı ən kiçik tam qiymətində? M bu qiymətləri alır. M-in qiymətləridir bu. M-in ən kiçik qiyməti 14-dən böyük ən kiçik ədəd hansıdır? M bərabər 15. Demək burada M-in cavab M bərabərdir 15 qiyməti. Bir dənə sualımız qaldı. Ondan yekunlaşırıq. 25-ci sualımız. 25-ci sualımız belədir.
Şəkil burada zaten var. Şəkillə işim yoxdur. Bizə deyir ki, riyaziyyatçıların sayı tarixçilərin sayından 1,5 dəfə çoxdur. Riyaziyyatçıların sayı nədir? Bax, riyaziyyatçıların sayını x əhatə edir. Üstə gələk 15, üstə gələk 11, üstə gələk 12. Bu riyaziyyatçıların sayıdır. Deyir, tarixçilərin sayından 1,5 dəfə çoxdur. 1,5 vuraq. Tarixçilərin sayı nədir bəs? 3, üstə gələk 7, üstə gələk 15, üstə gələk 11. Aha. Burada elədi x, üstə gələk, bu elədi 30, belə deyək də, 15, 16, 26, 38. 38 bu elədi. Bərabərdir 1,5 vuraq. 10 bu, 26 da bu, 36. Onu da 36'ya vursaq, 54 eləyir də, 54. Aha, burada mən x-i tapsam, 54-dən də 38-i çıxıram. 54-dən 38-i çıxanda 16 eləyir, 16. X-i 16 tapdım. Aha, bu belə. İndi gəl digərini tapaq. Bizə nə deyir? Bizə deyir ki, fizikaçılar, bu birinci yazaq da, ikinci. Deyir ki, fizikaçılar nə qədərdir? Fizikaçılar y üstə gələk 12, üstə gələk 11, üstə gələk 7. Bu fizikaçılardır. 12 üstə gələk 11, üstə gələk 7. Hə, deyir ki, tarixçilər, fizikaçılar və tarixçilər isə birlikdə üstə gələk tarixçilər. Tarixçiləri bayaq hesabladıq. Neçə oldu? 36 oldu da. Tarixçilər 36 oldu. Üstə gələk 36 bərabər deyir 80 nəfər olarsa. Gəlin buradan y-i tapaq. Y üstə gələk. 12 burada 12 11. 23 7-də gəlsək 30, 30-dan da 36 66. Düzmü hesabladıq? 23 7 30 36 66 bərabər 80. Y də bərabərdir 80 çıxaq 66. O da bərabər 14 eləmiş olur. Mən y-i tapdım. Bizdən nəyi soruşur? X plus y-i soruşur. X-in qiyməti 16'dır. Y-in qiyməti 14'dür. Bu da 30 eləmiş olur. Cavab 30'dur burada. Yekun olaraq cavabımız cavab 30 olmuş olur. Belə dəyərli izləyicilər, bugün sizinlə din buraxılış imtahanının test 16-cı hissəsini bitirdim. İnşallah ki, bunun ardı gələcək və test 17, test 18, test 19 və 31-ə qədər bunlar var. Çalışdığım qədər bunların hamısının izahını verəcəm. Sadəcə sizə bir dənə izləmək, paylaşmaq və həm bizə dəstək olmaq, həm də digər yoldaşlarınıza dəstək olmaqdır. Sağ olun, uğurlar olsun hər birinizə.